mentalitet sözü yeri geldi, geri gelmedi, işlenir. Bugün bize lazımdır o sözü tez işletmek. Bilen bilmeyen de işledir. Yani ihtiyaç var mı? Ve sen bizle bayattan bağlı yani diyen edirəm. Her canlı bak televizyon repişsən də həmdir də. Belə giyinsən. Yani buna olabilir yaşlı nesil qəbul eləməsin ki, Efir papaqla çıxıb, nə bilim ayağında ketle çıxıb, Efirin öz geyimi var. Ama o öz geyimdə nəzərdən daha çiçli, yani bir kişi obrazı da belə deyək də. Herkes öz geyimi. Sen bir yazıcı olarak necə düşünürsən? Ümumiyyətlə bir belə deyək, yəni Azərbaycan tarixini götürək. Yəni bu dəqiqə deyilən şeylər var ki, məsələn bizim mentalitetə uyğun geyimlər və uyğun olmayan geyimlər. Bu dəqiqə yəni ki, bir kişinin kostyum geyinməyi, qalstuk taxmağı bu olur. Yəni belə kişilik rəmzi. Amma məsələn bundan əvvəl Mirzə Ələkbər Sabir ilk dəfə Azərbaycanda o kostyum, qalstuk geyinən adamlardan idi. Yəni ona çox pis söz deyirlər və çox pis baxırdılar. Bu kişilik də kişi kimi geyinmir. Yəni o qalstuk geyinir, başına nə bilim panama qoyurdu. Yəni bu hər 100 ildən bir yəni mentalitet və yaxud tərbiyə şeyləri də əsasları, tabuları getdikcə dəyişir yəni. Bu düzdür, qəbul eləmək lazımdır, amma Azərbaycan qızlarını məsələn geyiminə məsələn buna baxanda məsələn 3 il əvvəl Amerikada idim. Qadınlar yəni qızlar bu cür şortiklər geyinirdi, yəni qısa şortiklər. Amma bu xanımlara yəni baxanda orada sən ağlığa belə deyim də yəni heç bir seksual düşüncə gəlmir. Yəni sadəcə onlar öz hərəkətləri ilə mi, ya baxışları ilə mi o dərəcədə sadə idilər və sən anlayırdın ki, o şortik ona görə geyinir ki, onlar rahat. Amma Azərbaycan qadınları, yəni bu dəqiqə cavan qızları götürək də, onlardan 4 kilometr o yandan elə qarmonlar gəlir kişilərə ki, yəni onu söz atmıyor. Amma hər kəs ayrı eləmək olmaz. Yox, yəni ümumiyyətlə universitetlərə gələndə, yəni 13 minin heç olmasa 10 min elə geyinir. Yəni bizdə onu özlərini göstərmək üçün geyinirlər də, rahat olması üçün deyil də özlərini göstərmək üçün deyil, elə bir gözlərini hansısa bir satış şeyinə çıxartmış kimi, yəni o maşınların üstündə etiket olur, nə bilim işıqlar düşür üstünə ki, mən yapacağım, yəni sən onu dərsdə eləməməlisən, sən onu gücədə ya da işdə eləməməlisən. Bunu məsələn xaricidə deyirlər, hansısa klublarda, hansısa parklarda, hansısa ya nə bilim partilərdə, yəni harada oğlan xoşuna gəlmək lazımdır. Amma əgər qız gəlib oturursa belə, yəni hansısa müəllimin qabağında ona nə dərs keçəcək, yəni onun fikri tamam başqa şeydə olur. Samir, müxtəlif fikirlər səsləndi, buyurun.